görürəm. Nəyə görə hamı məyus və dərdli görünür? Düzdür, hər birinin müəyyən səbəbləri var. Heç nə kənardan göründüyü qədər asan deyil. Bəs mən necə edim ki, anlıq da olsa kiminsə gülümsəməsinə səbəb olum? Belə bir hekayə var. Bir gün kiçik qız kədərli bir adama gülümsəyir. Bundan çox təsirlənən adam neçə vaxtdır təşəkkür etməyi unutduğu dostunu xatırlayır və dərhal ona təşəkkür məktubu yazır. Dostu məktubu oxuduqda böyük sevinç hissi keçirir və nahar etdiyi yeməkxanada işləyən qıza böyük bəxşiş verir. Qız heç vaxt bu qədər bəxşiş almamışdı. Sevincinin həddi hüdudu olmayan qız axşam evə gedərkən küçədə gördüyü miskin adama bir qədər pul verir. 3 gündür ağzına yemək dəyməyən həmin şəxs qıza minnətdarlığını bildirir. Adam məmnun halda evinə qayıdarkən soyuqdan donmuş bir küçüyü də özü ilə aparır. Onu qışın soyuğundan qoruyan və tumarlayan bir əl olduğu üçün küçük xoşbəxt idi. Axşam həmin binada yanğın başlayır. Bunu ilk hiss edən küçük olur və bütün binanı yuxudan oyadaraq insanların həyatını xilas edir. Bütün bu xoşbəxtlik, gözəllik zəncirinin mənbəyi kiçik bir təbəssüm idi.